Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Pünhan Piriyev sosyal medya hesabında yepyeni videolar paylaşıp sənətçi Şirvan şəhərində şəhid və qazi ailələri ilə iftar süfrəsində bir araya gəlib. Sənətçi yaxın sənət dostlarını da həmin məclisə dəvət edib. Onlar arasında əməkdar artist Elnarə Abdullayeva və Mirələm Mirələmov da yer alıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Ay maşallah. Sen dedi selamun aleyküm. Kendisi bir devleri sükutla yad edilir. حي على الفلاح حي على الفلاح. Vətən bağı güller açıb bir güllü bağdan gəlirəm. Vətən bağı güller açıb bir güllü bağdan gəlirəm. Görüb xar bülbülünü mən Qarabağdan gəlirəm.